Salam, hörmətli izləyicilər. Sonu da, başlanğıcı da eyni cür qarşılayan kəs işlərindəki uğursuzluqdan azad olar. Beyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Sizcə, bizi uğura aparan yolda ən böyük maneə nədir? Çox vaxt elə bilirik ki, bu təcrübəsizlik və ya imkansızlıqdır. Amma əslində ən böyük maneə bizim sonluqları olan qorxumuz və başlanğıcları olan aşırı həyəcanımızdır. Psixoloji cəhətdən yanaşsaq, biz nəticəyə çox bağlanırıq. Bir işə başlayanda sanki mütləq qalib gəlməliyikmiş kimi gərginlik yaşayırıq. İş bitəndə isə istər uğur olsun, istər uğursuzluq, boşluğa düşürük. Lakin bu hikmət bizə tarazlıq təklif edir. Sonu və başlanğıcı eyni sakitliklə qarşılamaq. Emosional intellektin ən yüksək zirvəsidir. Düşünün, bir toxumun torpağa düşməsi bir sondur, yoxsa başlanğıc? Əslində hər ikisidir. Əgər siz hər bir uğursuzluğu yeni bir dərsin başlanğıcı, hər bir uğuru isə növbəti addımın astanası kimi görsəniz, uğursuzluq anlayışı həyatınızdan yox olar. Çünki artıq sizin üçün itirmək yoxdur, yalnız təcrübə və davamlı axın var. Əziz izləyicilərimiz, siz həyatınızdakı bitişləri necə qarşılayırsınız? Bir qapı bağlananda divara baxıb kədərlənirsiniz, yoxsa açılan yeni pəncərəni axtarırsınız? Unutmayın ki, işlərində uğursuzluqdan qurtulmağın yolu nəticəyə deyil, prosesin özünə aşiq olmaqdan keçir. Siz prosesdəsinizsə, deməli artıq qalibsiniz. Gəlin bugün bir qərar verək. Başladığınız işin sonundan qorxmayın. Bitən işinizin isə yasını saxlamayın. Çünki həyat sonsuz bir dövriyyədir. Sizin üçün hazırda hansı daha çətindir? Bir işə başlamaq, yoxsa başladığınız işi sonlandırmaq? Şərhlərinizi oxumaq mənə çox xoş olacaq.